Aha, başladıq. Yaxşı. Hə. Kimdə qaldıq? Ömərdə. Ömər denən görüm. Müharibənin nə müharibəsi adlandırırdılar? Birinci Dünya müharibəsini. Mühərriklərin müharibəsi adlandırır. Məsələn, müharibədə Rusiyanın istəyi nə idi? Bir də Azərbaycan ən çox Rusiyanı nə ilə təmin edirdi? Neftlə. Rusiyanın istəyi nə idi? Boğazlara çıxış əldə etmək. Boğazlara çıxış əldə etmək, Osmanlı dövlətini zəiflətmək, daha sonra Şərqi Anadoludakı əraziləri ələ keçirmək. Almaniya nə istəyirdi? Almaniya Fransanı tutmaq istəyirdi. Əraziləri birləşdirmək. Yox, sırf Qafqaza dair planlarından dedə. Azərbaycanda möhkəmlənmək istəyirdi Osmanlı vasitəsilə, nefti ələ keçirmək istəyir. Bəs Osmanlı nə istəyirdi? Qafqaza girmək. Rusiya əleyhinə çıxışlar təşkil etmək, bəli, Qafqazda qalığı ələ keçirmək. Məsələn, Aslan Xanxoyski neçənci ildə AXC-nin, yəni Azərbaycanın gələcək müstəqilliyinin proqramını hazırlayıb aparmışdı Osmanlıya. 15-ci ildə Kiminlə görüşmüşdü orada? Ənvər Paşa. Ənvər Paşa ilə və Ənvər Paşa müsbət qarşılamışdı. Bəs Azərbaycanlıların müharibəyə münasibəti necə idi? Pis. Dəqiq onlar necə, yəni kimin tərəfində idi? Rusiyanın tərəfində idik. Yəni qanunla Rusiyanın tərəfində idik. Amma Osmanlı tərəfində olanlarımız da var idi. Və əsasən bizi hansı cəbhələrdə vuruşdururdular? Qərb cəbhəsində, bəli, qərb. Çünki Osmanlıla bizim üz-üzə gəlməyimizi istəmirdilər. Çünki biz onların tərəfində keçə bilərdik. Bir də müharibəyə bütün təbəqələri aparırdılar, yoxsa yalnız müəyyən bir hissəsini insanların, müəyyən hissəsini. Çünki biz hərbi vergini nə vaxtdan vermişdik? 1887-dən başlayaraq biz hərbi vergi vermişdik. Yəni belə bir qanun var idi. Rusiyada hərbi islahat keçirilir, amma bizdə keçirilmir. Hərbi islahatı kim keçirmişdi Rusiyada? İkinci Aleksandr. Neçənci ildə? Axırıncı deyil. 60'lar deyil, yox. 84-17 deyil. 74-də. 70-də şəhər islahatı idi. 78-də bizdə keçirildi. 74-də isə hərbi islahatı idi. Amma 87-də biz hərbi vergi verdik. Yaxşı, niyə ziyalı Rusiyada təhsil almışları aparırdılar Ömər müharibəyə? Səbəb nə idi? Rusiyada təhsil almışlar, niyə aparırdılar? Çünki onlar Rusiyada təhsil almışlardı. Çünki onların beynini çarizm ideologiyasından doldurmuşdular. Ona görə də onların qarşı çıxmaq kimi bir təhlükələri yox idi. Yaxşı. Müharibədə vuruşmuş Azərbaycanlılardan ibarət diviziyanın adı nə idi? Tatar Süvari Alayı, Vəhşi Diviziya idi. Neçənci ildə yaranmışdı? Bunu çox görmüşəm, bax suallarda. Vəhşi Diviziyanın yaranması. 1914-cü ildə yaranmışdı. Avqust ayında yaranmışdı. Avqustun 23-də Nikolayın fərmanı ilə 6 alaydan ibarət idi onlar. Qafqaz Yerli Süvari Diviziyası və yaxud Vəhşi Diviziya adlanırdı. Tərkibi könüllülərdən ibarət idi. Çanaqqala döyüşü və Sarıqamış döyüşlərinə vaxtı 14-15, 15-16. Birinci hansıdır? Sarıqamış yoxsa Çanaqqala? Sarıqamış. Sarıqamışda biz qalib gəldik, yoxsa yəni Osmanlı qalib gəldi? Ruslar qalib gəldilər. Heyvan deyirəm. Aha, yaxşı. Mətənət, sən də görək. Çanaqqala döyüşü nə vaxtı davam elə? 1914-15-ci ildə. Orada kim qalib gəlmişdi? Osmanlılar. Kimə qalib gəlmişdilər? İngilislərə, fransızlara qalib gəlmişdilər. Aha. Yaxşı. Hansı hücumun yatırılmasında iştirak etmişdi bu Qafqaz Süvari Alayı? Brusilov hücumunun, bəli, yatırılmasında iştirak etdi. Aha. Yaxşı. De görək, Lodz əməliyyatında iştirak etmiş Azərbaycanlının adı nə idi? Aha, kim idi? Səməd bəy Mehmandarov idi. Yaxşı. De görək, ona hansı təltifnamə verilmişdi? Fransanın, Böyük Britaniyanın, Rumıniyanın mükafatları verilmişdi. Əlavə olaraq brilyantla bəzədilmiş nə? Georgi silahı verilmişdi. Bu Rus ordusunda cəmi 8 nəfərə verilmişdi. Onlardan biri də Səməd bəy Mehmandarov idi.
Bir də Qərb ordusunda, Qərb cəbhəsində o çıxış edirdi. Sonra Naxçıvanskidən danış görək, Nəzrin sən denən. Naxçıvanski Rus ordusunun yeganə nə idi? Müsəlman yavəri idi. Sonra da görək, hansı cəbhədə vuruşmuşdu o da? Şərq-Qərb cəbhəsində. İndi görək, bəs kimin tutulmasında iştirak etmişdi? Von Mackenzin. Bax, bu düşüb, soruşmuşdu ki, Alman general Von Mackenzinin tutulmasında iştirak etmişdi. Bir də Çarın yeganə müsəlman yavəri idi. Bu kimdir? Bu Naxçıvanskidir. Yadınızda saxlayın. Birinci müharibədən də düşür, ikinci müharibədən də düşür. Bəzən birləşdirirlər. Birinci və ikinci müharibədən bir dənə sual çıxardırlar. Bəzən çox asan sual olur. Məsələn, bir dəfə belə bir sual düşmüşdü ki, hər ikisində almanlar məğlub olub. İkinci qrupa belə sual düşmüşdü. Birinci və ikinci və yaxud bir dəfə də belə düşmüşdü ki, hər ikisində Azərbaycanda fəal hərbi əməliyyatlar getməyib. Çünki bizdə hansında? Birinci Dünya müharibəsində Azərbaycanda hansı döyüş var, Allah verir. Təbriz bizim deyildi axı. Təbriz İrandır.